Dostlar, kanalıma xoş gəldiniz. Bu günləri biz sizinlə bərabər dostlar Brawl Stars'da Franklə oynamağı göstərəcəm sizə. Yəni Franklə necə oynamaq olur, qəşəng bir şəkildə. Birinci növbədə mən bunları açdıq. Dostlar, Frankin ən qəşəng oynadığı alanlardan biri savaş topudur. Elmas qapmacadır, bir də soyğundur. İndi dostlar, birinci biz burada soyğunu oynayaq. Dostlar, Frankin dostlar digər karakterlərə baxanda yaxşı özəlliyi Frankin saldırısının tez dolmasıdır və canının da çox olmasıdır. Frankin məncə əsl təhlükəli özəllikləri bunlardır. Məsələn dostlar, tutam ki mən atəş açıram da, saldırı. Bax görürsüz dostlar, çox tez olur. Saniyəsinə çox tez olur. Və demək olar ki, dostlar, bu bölümlərdə məsələn üçün artıq rəqib düşmən takımlar artıq məcburən bu alana girəcəklər. Çünki kasaya hasar vermək üçün. Bax görürsüz, yaxına gəldi, vurdum. Görürsüz dostlar. Yəni Franklə oynamaq açıqcası hesablaşma bölümündə məncə daha çətindir. Franklə oynamaq. Yəni gördüyünüz kimi dostlar, Frank həqiqətən çox qəşəng bir oynayışa malikdir. Gördüyünüz kimi dostlar, kasaya da çox yüksək dərəcədə bir hasar vurduq. Yəni dostlar, Franklə oynamaq belə bir şeydir. Gördüyünüz kimi dostlar, özəlliyində də gördünüz də dostlar. Colt uzaqlardan vurur, geri çəkil. Canımızı biraz fülləyək. Qəşəng, indi Colt'dan hesabımızı soraq. Bax görürsüz dostlar, Frank'in bu özəlliyi çox qəşəngdir. Yəni özəlliyində karakterləri saniyəsinə durdurması falan, belə şeylər çox qəşəngdir. Və maç da avtomatik bitdi. Görək dostlar, neçə də kilimiz olub? 6 də kilimiz olub. Bax görürsüz də dostlar, 6 kilimiz var. Yəni Franklə oynamaq həqiqi çox qəşəngdir məncə. İndi dostlar, demək olar ki, indi dostlar, keçək savaş topuna. Görək dostlar, savaş topunda Franklə oynamağın avantajları nələrdir? Dostlar, demək olar ki, savaş topunda karakterlər yan-bayana durur deyənə, yəni demək olar məsafə çox da uzaq alınmır deyənə, yəni Franklə oynanılması asandır. Asandır məncə. Yəni dostlar, gördüyünüz kimi burada bizim kilimiz var hətta. Yəni beləncə dostlar, sıx yerlərdə Franklə oynamaq asandır. İndi məsələn üçün dostlar, indi keçək elmas qapmaca yox dostlar, məncə daha hesablaşma bölümünə keçək. O görsədim sizə. Amma dostlar, hesablaşma bölümündə Franklə oynamaq həqiqətən çətindir. Çünki dostlar, Colt kimi, 8 bit kimi karakterlər uzaqlardan vurur deyənə, Frank'in işi orada biraz daha çətinləşir. Gərək onda Frank yaxın bir məsafə tapar. Mən artıq bilirəm orada karakter var.
Yox imiş ki. Onda jeneratörü alaq. Qəşəng. Və demək olar ki, dostlar, məsəl üçün Franklə belənciyinə sıx məsafələrdə oynamaq asaddan belənciyinə hesablaşma bölümlərində birazcık işlər çətinləşir. Çünki hesablaşmada karakterlərin çoxusu uzaqlardan da vura bilir deyənə, yəni işlər onda daha çətindir. Məsəl üçün Shelly, indi biraz uzaqlardan vursa, füsi öldüm. Sənin də duxun var, gəl bura. Görürsünüz dostlar, Franklə həqiqətən beləncəsinə Shelly kimi karakterlər çətindir. Amma yenə də savaş qazandıq. Nəysə dostlar, indi biraz üzürsəm bu hədiyyəni alım. Yəni dostlar, videomuz bu qədər idi. Yəni gördünüz ki, Franklə oynamaq necə bir şeydir. Yəni əslində Frankin qədrini bilsəz, Frank də çox qəşəng bir karakterdir. Dostlar, gələn videoya görə like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.